qızlar, indi buradan bir dənə naxış verərik, sonra da dibdən. Düzdür, bizim buradakı ucluğumuz, bir dənə salfetka verin, zəhmət olmasa. Buradakı ucluq çox balacadır, yəni kiçik ölçüdür də. İndi evdə böyük ölçünüz olsa, böyük ölçü ilə eləyərsiniz. Bu çox kiçik ölçüdür. Belə yüngül naxışlar eləyək. Çalışıram ki, biraz boş, böyük çıxsın. Çox doldurmuşam torbanı. Heç nə olmaz. Tələbədir, ona görə torbanı tələbələrimiz doldurub, heç nə olmaz, problem yoxdur. Bunu onsuz da ki, kəsib yeyəcəyik ki, məsələ hazırlamamışıq. Bunu bilmək lazım ki, yarımçıq doldurmalıyıq. Bəli, biraz yer saxlamaq lazımdır, biraz çox da olub, heç nə olmaz. Bu ucluq ümumiyyətlə biraz narahat ucluqdur. Bundan biraz böyük, daha rahat işləmək olur. Salfetka ver. Biraz da dibdən eləyək. O qədər doldurub sanki. Mən yer qalmayıb tutmağıma. Bir dəqiqə. Yemək lazımdır. Əlini versin. Biraz da diblərdən düzəldək. Bunu sonra rahat işləyərsiniz. Bunu gəlin götürək. Bu rahat ucluq deyil biraz. Əlimizdə olan budur deyə bundan işləyik. Kiçik ölçülərlə qoysaz daha yaxşı olar. Çünki bu kiçik ölçüdür. Bax, belə balaca. Gördünüz. Mən burada böyük də salıram, kiçik də salıram. İndi inşallah sizlə krem dərsi keçəndə bütün ölçülərə görə keçərik. Böyükləri götürəcəm, sonra kiçik eləyəcəm onlarda. Baxın, burada balaca. Belə kəsək yeyək.